Bu videonu məxsusi olaraq dostlarım üçün paylaşıram. TikTokda məni izləyən, paylaşdığım hər videoya anında girib bəyənən və şərh yazan dostlarım üçün. Yəni bunun mənim üçün əhəmiyyəti yoxdur. O düşsün keşfətə filan bəsməkan. Əzizlərim, bilirsiniz, reallıq belədir ki, yəni bu cür şəxsiyyətlərin, bu cür dahi insanların, alimlərin, professorların fikirlərini paylaşıram və mən artıq 3 ildir həyatımda bu axtarışlar, bu araşdırmalar və nəhayət bunu anladım. Bizim bütün həqiqətimiz, bütün gerçəkliyimiz bax buradadır. Mən sizə dostlarım olaraq indi sizə bir hərəkət deyəcəm. Yəni bu məndən sizə bir hədiyyə olsun. Yəni bunun fərqində olmaq istəyirsinizsə, sabah səhər hər biriniz bu sözlərimi yadda saxlayın. Yuxudan oyanırıq səhər. Hər birimiz budilniki qururuq. Zəngi saat tutaq ki 8-ə, 7-yə. Oyanan kimi əksəriyyətdə belə bir fikir yaranır ki, biraz da yatım. O biraz da yatım anında bu sözlərimi yadda saxlayın. Nə edirsiniz? Həmən an, o bir də yatmaq istəyən anda bir dənə geri sayım eləyirsiniz. Yəni ən aşağısı 20, 30-dan. 30, 29, 28, 27, 1-ə qədər. Əgər istəyən 20-dən say, fərq eləmir. Avtomatik olaraq şuur oyanır. Niyə? Biz bütün hərəkət və davranışlarımız, həyatımıza dönüb baxın, bir hərəkəti mərc eləyirəm hər bir adamla. Bax, qolumu 3 gün dalbadal belə-belə elə, 4-cü gün sən onu saxlaya bilməyəsən. Beyin artıq onu avtopilota yazır. Yəni, bunun da bir dərin kökləri var. Bunu başqa vaxt izah eləyəcəm sizə. Deməli, geri sayım eləyirsiniz. Bacarırsan 50-dən elə, bacarırsan 100-dən elə. Bu, beynin avtopilot yaddaşında yoxdur. Yəni, sən geri sayım eləməyə başlayan kimi 30-dan, 20-dən geri şuur oyanır. Bax, o müdrik oyanır. Bax, o hər şeyi yaradan o, bax, şuur. Avtopilot beyin dayanır, susur. Və bütün yuxun qaçır. Tam başqa bir əhval-ruhiyyə. Elə bir ki, kompüter perezagruska olur. Ondan sonra gəlirsən, cumrah, durursan ayağa, gəlirsən hamama, güzgünün qabağında dayanırsan. Müəyyən işlərini görəndən sonra başlayırsan ən əsas məqam buna diqqət edin. Başlayırsan güzgün qabağında dayanıb dişini fırçalamağa. Əl bizdən ixtiyarsız olaraq gedir fırçanı götürməyə, sağ əl ki dişi fırçalasın. Çünki bu bizdən ixtiyarsız. Bütün həyatımızın 95%'ni beyin yaşadır bizi, əzizlərim. Sən o anda, axı biz şuurlu varlığıq, biz bir parça ətə niyə görə tabi olmalıyıq? O anda fırçanı sən sağ əlindən yox, sol əlindən götürürsən. Yəni qiyam eləyirsən, üsyan, beyni və yerini göstərsən. Və pastanı onun üstünə qoydun. Təbii ki, çətindir, çünki o da yoxdur beynin yaddaşında. Əksəriyyətimiz hamı sağla, yəni yur. Və çox çətinliklə başlayırsan fırça ilə dişini əziyyətlə fırçalamağa. Amma sən o anda özünsən, həqiqətsən, sənsən, avtopilotda deyilsən. Sən çıxdın, bax o zəncirləri qırmısan. Və çətinliklə dişini yuyursan, amma əhvalıva baxırsan. Bilirsən necə bir əhval olur? Elə bir ki, kompüteri bax, perezagruska bütün söndü, yandı da bax elə. Dişini tam yuyub tutarırsan. Mesela bir dənə güzgüyə baxırsan belə, diqqətlə gözlərinin içinə, özünü özünə baxırsan və bax, həyat deyir, həyat bir nəfəslə başlar. Bilirsiniz nə deməkdir? İnsan beyni, biz ciyərlər, bütün orqanlar, yəni biz sürətlə nəfəs alırıq. Belə, yəni bu oksigen, ağciyər ya digər orqanlar kimi beyin elə nəfəs ala bilmir. Ona görə bizim beyinə çatmayan oksigen payını biz gecə yatandan sonra beyin gərgin iş vaxtında biz yatırıq. Beyin heç vaxt istirahət eləmir. Quranda aya var, deyir, nə gecə nə mürgü tutar, nə yatar, heç vaxt yatmır. Beyin
ən əsli indi beyin istirahət eləyir. O biz yatandan sonra keçir gərgin iş rejiminə. Həmin vaxt ala bilmədiyimiz o oksigen tədarükünü gecə alır. Yəni biz yatandan sonra. Ona görə bir də 4 saniyə ərzində bax, burunla belə dərindən bax. Nəfəs alsan 10 dəfə, 20 dəfə, nə qədər çox alsan. Yəni hər burunla dərindən nəfəs alanda şuur oyanır. O nəfəs və oksigen beyinə gedir. Və gözünün içinə baxırsan güzgüdə, özün özünə deyirsən ki, mən səni sevirəm, mən səni sevirəm. Çünki bilirsiniz niyə? Biz, bu bədən bizi yaşadır. Bizim bütün, bu bədən, bu cisim. Bizim üçün hər şey eləyir. Atamızsın, anamızsın, övladlarımızsın, qohum, hər şey eləyir. Amma biz onun qayğısına qalmırıq. Ona bir təşəkkür belə eləmirik. Amma unutmayın ki, bu bədənin hər bir zərrəsi belə canlı orqanizmdir. Yəni minlərlə atomlar, canlı, yəni orqanizmlə toplaşıb bir yerə bizi təşkil edir. Özün özünə bir təşəkkür edirsən və həmin günün əhval-ruhiyyəsini sonra yazarsınız mənə şərhlərdə. Şuurla avtopilot beynin fərqi, iki hərəkət dedim, səhər yuxudan duran kimi geri sayım eləyirsiniz, bir də güzgün qabağında dayanıb dişi sol əllə fırçalamaq. Bu çətindir. Amma görəcəksiniz ki, bu çünki başqa vaxt nə edirik? Deyirik amma fikir harda, heç bilmirik necə. Kimə sual versəm səhər üzü yanda neçə dəfə su vurumsa, heç kim bilmir. Çünki beyin bizi yaşadır. Amma sən dişivə özün fırçalayanda sol əllə əziyyətdə olsa, onu sən şuurlu eləyirsən. Şuurlu yaşamaq. Biz başqa bir şeydir də, düzdür, çox çətindir. Mən gündə mübarizədəyəm, bir saat şuurlu ola bilsəm, xoşbəxtəm. Var olun, mən burada biz əyləncə axtarmırıq. Biz düşünə bilən insanlarıq. Kim nə deyir desin, yenə danışacağıq da, söhbət eləyəcəyik. Yenə deyirəm, kim məni izləyir, kim məni inanır, kim mənə... Mən bir öz fikrimi yazanda 5 dənə də, yəni elə-belə sıradan yox, dünyaca tanınmış, ölkəmizdə tanınmış, digər insanların fikirlərim təsdiq olaraq paylaşıram ki, mən boşuna danışmıram. 47 il mən də yaşamışam, bax o nağıllarla. Amma həqiqət, mübarizə, gerçəklik, hər şey buradadır. Savaş buradadır. Sən burada qalibsənsə, sən öz dünyanın kralısan, öz dünyanın imperatorusan, şahısan, padşahısan, sənsən. Sadəcə sənin düşmənin budur. O kompüterdir. O həqiqətlə gerçəyi ayırt eləmir. O hərəkət kontrol sistemi, beynin işi budur. Bütün orqanlara hərəkət komanda vermək. Ya sən ona sahib çıxacaqsan, çıxa bilməyəcəksən, o səni idarə eləyəcək istədiyi kimi. O silahdır, əmri o verir. İstəyirsən düşməni atsın, istəyirsən öz balaba, öz övladıva, nə bilim, özvə. O onu anlamır. Ona gərək sahib duraq. Bax, əsrlərdir, bax, mübarizə, tanrı, şeytan, iblis, şuur və avtopilotda işləyən beynin mübarizəsi. Var olun, dediklərimi eləyin, yazarsınız şərhlərdə.